Herkese salam, yeni videoma xoş gəldiniz. Bugün sizlə bir yerdə liqa oyunları oynayacağıq. Videodan kənar oynayaraq 11.000 kuboka çatmaqla yetinməyib, liqa oyunlarında oynayıb 2-ci liqaya çatmışam gördüyünüz kimi. Həmişəki dəstəmizlə başlayaq görək. Sofyan 8 il, bol şans. Donuzla başlayaq. Kral qalasını aktivləşdirdi. Golem dəstəsi olar görən. Yoxsa dairə dəstəsi. İkisini xəşləmişdi. Donuz bir dənəsən vurar heç olmuyor. Buradan görün. Əjdaha yadımdan çıxdı. İkisini vurdu deyirsən Donuz. Fikir verənmədim. Əjdahanı qəribə şəkildə müdafiə elədik. Buna tomruq atın məcbur. Deyirəm də bir zibili çıxması olmaz. Yoxsa niyə şövalyəni boş-boşuna atsın ki? Qaçdırğası var. Kral qalasından həcət çəkmədi. Donuz qalaya vurdu. Birini vurdu ama. O da bizim bu. Evet, ejderhası qalaya dalbadal vurur. O güclü meydançı ölmüyormuş. Bir tarafa seçeceğiz görək. Yəni də çox ciddi bir şey olmayacaq ama yine de. Zəhəri bu tərəfə işlətdi. Əla. Qaçırğasını işlətdi. Tomruqla bir yerdə boşuna işlətdim. Fişəngçi. Birini də vur. Ayda. Sol tərəfini yattım ki onu. Əla. Oyda, səhvinə uduzdu. Yaxşı oynaydı. Düz atsaydı bəlkə uduzmuşduq. Funk, bol şans. İskeletlər ataq, əlimizə donuz gəlsin deyəcəkdim. Yəqin ki balon atacaq. Oxşayır, balon dəstəsinə oxşayır.
Haydi ne kadar Mega Şövalye oynayasınız? Bir şey atmasaydı sağ qalası getmiş ola bilərdi. Ölmə, ölmə. Əla. Keçirə bir tərəfə görə. Fişəkçiyə nə oldu? Durub yatdı. Bana bilmədi. Eybi yox. Biraz qabaqdayıq. Deməli nə var idi? Mega Şövalye, Haydut, Yarasa, Oduncu. Ayrı vaxt saymıram rəqibin kartlarını. Elektro büyücü. Balan olmamış olmaz. Nəsə biraz qorxuram. Bunu çağırım bu tərəfə. Eləmə də bunu. Orada yarasalara bax. Əla. Haydi Oduncu o tərəfə gəlmədi. Sağ qalasının canı çox azalıbmış. Elektro büyücünü də bu tərəfdən atmaq yaxşı oldu. Biraz canını azaldaq. Bu nəsə daşda deyə oynayır. Problem yoxdur. Rahat müdafiə oldu, amma çox kart işlətdik. Mega Şövalye yəqin ki təkəmmüllü idi. Əla. Əla vura bildi. Təkəmmüllüymüş. Problem budur. O tərəfdən də koç başıdır, koç binicisi də nədir? Onu atsa şu. Yox, yaxşı müdafiə oldu. Yaxşı oynadı. O qalası məzələnək bundan. O qalası getməsəydi bəlkə də problem olacaqdı bizə. Yaxşı oynadı. Şans. Jarod. Emoji attı da elə bil ki. Hə, dediyim kimi yəqin. Emoji attı deyə göz atdı kartı. Təkəmmüllüdür Goblin fıçısı. Fişəkçiyə vuracaq. Vura bilmədi. Kral qalası aktivləşəcək. O niyə atdı? Yaxşı. Bunu əgər təkəmmüllüdürsə, iskelet fıçısına saxlayarıq. Prensesi güclü mədənçi ilə öldürək. Oyunu buraxdı. Təşəkkürlər. Samuel. 2025-ci il o nə idi? Turnira qatılıb yoxsa? Askeletlər ölüb ya. Onda da dairə dəstəsi deyəsən 2.6 ola bilər. Məndəki də 2.6-dır. Sadəcə olaraq klassik 2.6-dan bəhs edirəm. Alov topu silahşör olan buz golemi. Silahşör əgər qəhrəmancısı problem.
O qədər əsəb edib ki məni. Silahşör. Qəhrəman deyil, amma görən təkamüllüdür. Alıb top ata bilər. O atmadı, amma buz qlemini biraz qəribə atdı. Top ata bilər. Əla, tam üstünə atdı. Donuz gələcək. Əla. Onun qalasının canında harc qaldı. Silahşör ikisini vuracaq. Yenə də qabaqda yaxalar ki, alab topu olması baxımından biraz bəlkə avantajlı ola bilərik. Bu dəstə ilə çox qarşılaşmışam. Lap əvvəl də özüm oynuyordum. Əvvəlki ilk videolarıma baxanlar biləcək ki, yəni bu 2.6 dəstəsi ilə çox oynuyordum. Ən sevdiyim dəstə idi demək olar ki. Elə alab topunu da göstərdi bizə dolayı yolundan, sağ olsun. Elə bu dəstə, yəni 2.6 dəstəsi üstünə dəstə tanımırdım da. Məsələn, YouTuberlər paylaşırdı ki, filan dəstə, məsələn, yeni 5 ən yaxşı dəstə falan filan. Mən də 2.6-dan başqa heç nə ilə oynamırdım, oynaya bilmirdim. Elə bir allergiyam var idi. Təkamüllü şiddet. Top ata bilər. Atdı, tam üstünə atdı yine. Bu neydi? Bisiklet atdı yəqin. Bunu buradan qoyum ki, alıb topu atsa bilməsin, ora atacağım. Öyle ora atdı. Haydi silahşör vurur. Donuz birine vurdu. Bu dəfə yaxşı atdı. Məndən çox top atdı elə. Bu cür atacaqdım. Hər şey qatdım, qarışdırdım. Ona doğru. Top özür dilerim. Alıb topun üstü. Dirəşsən bəlkə almaq olar ya. Donuz at. Fişəkçinin ikisi də vurdu. Haydi silahşör edeyim. Anacından ölməyə yaxşı. Yeter edeyim ha. İnşallah uda biliriz. İmkan vermeyeceğim üzüme geçsin. Все, yaxşı oynaydı. Neçədeyiz? Neçədəyik? Birmişim. 3-də. Belə videonu bitirək. Özünüzə çox yaxşı baxın. İnşallah gələn videolarda görüşənədək sağ olun, salamat qalın.